Aqrar sahənin inkişafı həm vətəndaşların məşğulluğu, həm də ölkəmizin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu fikirlər Bakıda Xəzər regionunun ən böyük sərgisi 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Caspian Agro sərgisində səsləndirilib. Sərgidə bəzi yeniliklər də diqqət mərkəzində olub. Ümumilikdə 31 ölkədən 450 şirkətin iştirak etdiyi sərgi barədə ətraflı sıradakı sujetdə. Sərgidə kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur. İştirakçılar elektron kənd təsərrüfatı, robotexnika, pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, ağıllı kənd, startaplar, alternativ enerji mənbələri, Green Agro kimi smart bölmələrdə maraqlı yeniliklərlə tanış olurlar. Bu ilki sərgidə ilk dəfə olaraq balıqçılıq və akvakultura sahəsi də təmsil olunur. Sərgidə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qeyd etdi ki, idxal və ixrac əməliyyatları zamanı nəzarətin operativ həyata keçirilməsi üçün Qırmızı Körpü Qida Təhlükəsizliyi Nəzarəti məntəqəsi yaradılıb. Həmin nəzarət keçid məntəqəsinin fəaliyyəti nəticəsində ilk dəfə olaraq Respublikamıza idxal olunan yüksək riskli məhsullarda xüsusi təhlükəli xəstəliklərin və zərərvericilərin artıq sərhəd keçid məntəqələrində dövlət nəzarətinə tətbiq olunması həyata keçirilir. Kiçik və orta biznesin inkişafı agentliyinin sədri Orxan Məmmədov bildirdi ki, KOB subyektlərinin əksəriyyəti Caspian Agro sərgisində ilk dəfədir ki, iştirak edirlər. Sərgilərdə iştirak edən KOB-lara brendlərini tanıtmağa, satış imkanlarını genişləndirməyə, müştəri və təchizatçılarla əlaqələr qurmağa imkan verir. KOB-ya bu sektorlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərini müxtəlif xidmətləri ilə və dəstək alətləri ilə həmişə dəstəkləyir. Bunun davamı olaraq KOB subyektlərinin bugünkü sərgidə də iştirakına dəstək göstərmişdir. Caspian Agro sərgisi balıqçılıq və akvakultura sahəsinin də inkişafına dəstək verəcək innovativ həllərin və qabaqcıl texnologiyaların nümayişi üçün mühüm platforma hesab olunur. Sərgidə əsasən meyvə, tərəvəz məhsullarının həm yerli, həm də xarici bazara çıxaran şirkətlər üstünlüyü təşkil edir. Bununla da daxili tələbatın ödənilməsində yerli məhsulların payı artır, ixrac olunan məhsulların həcmi genişlənir. Bizim alma və armud növlərində 12 çeşid növlərimiz vardır. Bunlardan eksklüziv olanlar və patentini aldığımız məhsullar da vardır. Biz təbii ki, yerli bazarda, zəncir mağazalarla da işləyirik. Bununla yanaşı xarici bazarlarda da, Rusiya bazarında böyük tonajlarda satışlarımız olur, Dubai bazarında satışlarımız olur və digər SNG ölkələri və Ərəb ölkələrinə də ara-sıra satışlarımız vardır. Bu ildən etibarən dediyimiz kimi 200 hektar da əlavə olaraq bağ salımı və yeni məhsulların salımı ilə məşğul oluruq. Qeyd edək ki, sərgi mayın 16-sına dək davam edəcək. Sərgilərdə ümumilikdə bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnada məmulatları, meyvə, tərəvəz, şirələr, çay, süd və süd məhsulları, kənd təsərrüfatı, qida sənayesi üzrə avadanlıqlar, eləcə də müvafiq sektorlar üzrə xidmətlər təqdim edilir. Əhməd Məmmədov, Pərviz Əliyev, ATV Xəbər.